Pol qlaukomanın müalicəsi üçün nəzərdə tutulmuş yeni bir drenaj implantıdır. Bu implant göz daxili təzyiqi effektiv və uzun müddətli şəkildə nəzarətdə saxlamağa kömək edir və eyni zamanda təzyiqi salan dərmanlara ehtiyacı azaldır. Pol implantının özünə məxsus cəhəti çox incə və elastik mikroborusunun olmasıdır. Bu xüsusi dizayn maye axınının müqavimətini tənzimləyərək əməliyyatdan sonra erkən hipotoniyanın, təzyiqin çox düşməsinin qarşısını alır. İmplantda həmçinin filtrasiya lövhəsi yerləşir və bu lövhə drenaj üçün optimal səth sahəsi yaradır. Pol implantının hazırlanması və yerləşdirilməsi üçün ardıcıllıq bu şəkildədir. Əvvəlcə mikroborunu küt uclu kanyula ilə yuyaraq statik yükləri aradan qaldırın. Axını tənzimləmək üçün 6-0 monofilament prolindən bir hissəni mikroborunun içinə yarıya qədər daxil edin. Bu stendi sonradan lazım gəldikdə tənzimləmək mümkündür. Stendləndirmə əvəzinə axını nəzarət üçün alternativ üsul liqasiyadır. Bunun üçün cihaz yerləşdirildikdən sonra mikroborunun ətrafına ligatura tikişi qoyulur. İmplantasiyaya başlamaq üçün konjunktivanı və tenon qışasını geniş şəkildə disseksiya edin. Bu mərhələdə yara modulyasiyası üçün mitomisin C istifadəsi cərrahın seçiminə asılıdır. Lövhənin yerləşdirilməsi üçün əvvəlcə seçilmiş kvadrantda rektus əzələlərini ayırın. Birinci rektus əzələsini qaldıraraq lövhənin qanadını altına yerləşdirin. Sonra digər rektus əzələsini qaldırıb eyni prosesi təkrarlayın. Pol bu prosesi asanlaşdırmaq üçün xüsusi elastikli ilə dizayn olunub. Lövhəni fiksasiya etmək üçün onu limbusdan 8.5-10 mm məsafədə tikişlə sabitləşdirin. İrisə paralel şəkildə iynə girişi yaradın. Mikroborunu üst tərəfi kəsik, bevel up formada qısaldın. Daha sonra onu ön kamera daxilinə yerləşdirin və borunun buynuz qışa endotelindən uzaqda, irisin bir qədər üstündə olmasına diqqət edin. Pol implantı maye axınının sürətini vizual olaraq izləməyə və stenti tənzimləyərək fizioloji göz daxili təzyiq səviyyəsinə çatmağa imkan verir. Mikroborunun limbal hissəsinin donor sklera, buynuz qışa və ya fascia lata kimi bir peçlə örtülməsi tövsiyə olunur və ya sklerada tunel açıla bilər. Sonda konjunktivanı tikərək bağlayın. Bununla pol implantının yerləşdirilməsi prosesi tamamlanır. Azərbaycandakı rəsmi distributoru Retina Lab şirkətidir.